Salam uşaqlar. Bugün sizlərlə birlikdə trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətləri bölməsinin testlərinə baxırıq. Çox vaxt itirmədən gəlin birinci sualdan testlərimizin həllinə başlayaq. Deməli, birinci sualda funksiyasının bizdən ən kiçik qiymətini soruşur. Funksiyanın ən kiçik qiymətini tapmaq üçün uşaqlar, burada gördüyünüz bu kosinus x ifadəsinin yerinə bir dəfə -1, bir dəfə də müsbət 1 yazıb həll etmək lazımdır. Deməli, birinci sualda bu şəkildə həll edirəm mən adətən. 2 üstəgəl 3 vurulsun, -1 və müsbət 1 bu şəkildə. 2 üstə gəlsin, 3-ü mötərizənin içində hərəsinə bir dəfə vururam, -3 və müsbət 3. 2-ni hər birinin üzərinə əlavə edirəm, yəni həm -3-ün üzərinə əlavə edirəm, həm müsbət 3-ün üzərinə əlavə edirəm, -1 və 5. Məndən ən kiçik qiyməti soruşduğuna görə -1-i götürürəm. Ən böyük desəydi 5-i götürərdim. Cavab olur B variantı. İkinci sualı da gəlin həllinə baxaq. İkinci sualı da başqa bir yolla yazacağım. Əslində baxmayaraq ki, demək olar eyni suallardır. Uşaqlar, burada gördüyünüz bu sinus x ifadəsinin yerinə bir dəfə -1, bir dəfə müsbət 1 yazıb həll edirəm. 3 çıxılsın 2 vuraq, bir dəfə yazıram -1. 3 çıxılsın 2 vuraq, bir də yazıram müsbət 1. Və hər iki ifadənin qiymətini hesablayıram. Əslində mahiyyət etibarilə birinci sualda yazdığımız həllə, ikinci sualda yazdığımız həll mahiyyət etibarilə eynidirlər. Siz baxın, hansı sizə rahat gələrsə o formada da yazmağa davam edərsiniz. Deməli, burada olur 3 üstəgəl 2 bərabər 5. Aşağı hissədə də 3 çıxılsın 2 bərabər 1. İfadənin ən böyük qiymətini soruşur bizdən. Cavabımız olur 5, B variantı. Üçüncü və dördüncü suallar eyni qaydadadır. 5 və 6 da eynidir. Gəlin arada çox sual buraxmayaq və 5-ci suala da baxaq. Sinus x və kosinus x funksiyalarının hər ikisinin uşaqlar qiymətlər çoxluğu -1 və 1-dir. Ona görə buradakı 6-cı sual daxil olmaqla, buradakı bütün suallarda ifadələrin yerinə -1 yazmaqla həll edə bilərsiniz. Gəlin 5-ci sualı yazaq. 2 sinus 3x ifadəsinin yerinə bir dəfə müsbət 1 yazıram. Çıxılsın 2-də 1. 2 vuraq. Sinusun yerinə bir dəfə də -1 yazıb həll edirəm. Çıxaq 2-də 1. Bərabər 2 çıxılsın 2-də 1. Yəni cavab olur 1,5. Onluq kəsirlə verilib, bəli. Burada isə -2 çıxılsın 2-də 1. -2,5 qiymətlərini alıram. Məndən soruşur ifadənin böyük qiyməti. Bu zaman 1,5-i götürürük uşaqlar. Yəni C variantı. Gəlin digər suallara keçid alaq. 6-cı sualda eyni qaydadadır. Gəlin 7-ci sualımıza baxaq. Deməli, 7-də sinus 30 dərəcə yazılıbdır. Biz sinus 30 dərəcənin qiymətini bilirik. Sinus 30-un yerinə gəlin 2-də 1 yazaq. Sonra, qüvvətindəki funksiyanı gəlin kənarda açaq uşaqlar. Kosinus x üstəgəl sinus x. Əvvəlki dərslərimizdə yadınızdadırsa sizə bir düstur demişdim. A kvadrat üstəgəl B kvadrat deyə. Görürsünüz, burada kosinus və sinusun hər ikisinin əmsalları 1-dir. Kök altda A kvadrat üstəgəlsin B kvadrat düsturunu gəlin tətbiq edək. Kök altda 1-in kvadratı üstəgəl 1-in kvadratı. Yəni kök altda olur 2. Deməli, bu ifadənin qiymətlər çoxluğu mənfi kök altda 2 və müsbət kök altda 2 aralığındadır. Bu gördüyümüz mənfi kök altda 2 və müsbət kök altda 2-ni 2-də 1-in qüvvətinə yazıram uşaqlar. 2-də 1-in qüvvətinə bir dəfə mənfi kök altda 2 yazıram. Bir dəfə də müsbət kök altda 2 yazıram. Gəlin baxaq. Burada mənfi kök altda 2 yazdığım hissədə biz bilməliyik ki, qüvvət üstündə mənfi olanda uşaqlar kəsir tərsinə çönür. Yəni 1-də 2 şəklində olur. 2 üstü kök altda 2. Aşağıda isə dəyişmir. Baxaq görək, bizdən ən kiçik qiyməti soruşur. Ən kiçik qiymətdə təbii ki 2-də 1 olan hissədir. Yəni 2-də 1 kök altda 2-dir. Cavabımız 7-ci sualda B variantı olur. Böyük desəydi 2 üstü kök altda 2-ni götürərdik. Baxaq 8-ci suala. 8-də görək nə deyir uşaqlar. İfadənin ifadəsinin ən kiçik qiymətini soruşur. 8-ci sualda yenə də A kvadrat üstəgəlinsin B kvadrat düsturundan istifadə etmək istəyirəm. Deməli, A və B uşaqlar burada sinus və kosinusun əmsallarıdır. Yəni 2-nin kvadratı üstəgəl 2-nin kvadratı şəklində yazırıq. Kök altda 4 üstəgəl 4, kök altda 8. Yəni 2 kök altda 2. Bu funksiyanın qiymətlər çoxluğu -2 kök altda 2 və müsbət 2 kök altda 2 olur uşaqlar. Bizdən ən kiçik qiymət soruşduğu üçün -2 kök altda 2 olan variantı götürürük. Cavabımız olur Y variantı. Keçid alaq 9-cu suala. Müsbət 2 kök altda 2 də ən böyük qiymətidir. 9.
Deməli, sinus kvadrat x, gəlin yazaq, çıxılsın sinus x, üstə gəl 7 tam %25. Uşaqlar, gəlin verilmiş funksiyanı tam kvadrata ayıraq. Tam kvadrata ayıran zaman sinus x çıxılsın 0,5 yazmalıyıq. Bu müxtəsər açılışı bizə həmin bu ifadəni verir. Uşaqlar, burada 0,5-in kvadratı 0,25 edir və burada çıxaq bir dənə həmin o 0,5-in kvadratını yazıram. 0,25. Üstə gəl 7,25-i də yanına yazsaq. Sinus x çıxılsın 0,5 kvadratı. Bura isə eləyir müsbət 7. Bunu niyə belə yazdım? Uşaqlar, bu ifadəni gəlib siz müxtəsər vurma düsturu ilə açsanız, yuxarıda yazdığım qırmızı hissədə verilən ifadəni almış olarsınız. Baxın, gəlin açaq. Burada açıram. Sonra siləcəm bu hissəni. Birincinin kvadratı bizə verir sinus kvadrat x. Gördünüz, yuxarıdakı ilə eynidir. Daha sonra birincinin ikinciyə vurma hasilini, yəni sinusu 0,5-ə vururam. 0,5 sinus eləyir. 2 qatı bizə mənfi sinus x verir. Yəni 1 sinus x verir, 1-i yazmırıq. Üstə gəl, ikincinin kvadratı, 0,5-in kvadratı 0,25 eləyir və buradakı 7 ilə də toplayanda həmin o 7,25-i verir. Və beləliklə yuxarıdakı düsturun açılışıdır. Həminki açılışı almış oluruq. Deməli, biz müxtəsərlə tam kvadrata ayırmaqla ifadəni yenidən bağladıq və yığdıq. Artıq bu hissəni silirəm. Bu artıq sizə sübut oldu ki, ifadə düzgün açılıbdır. İndi isə baxaq, ən böyük ən kiçik qiymətini necə tapırıq o hissəsinə. Sinusun yerinə uşaqlar bir dəfə 1 yazıram. 1 çıxaq 0,5-in kvadratı. Üstə gəl 7. Burada onu deyim ki, əgər sinus x-imiz heç bu hissəni yazmağa ehtiyac olmadan belə, baxın, sinus x-imiz ən kiçik qiymətini, məsələn, 0,5 alarsa, bir dəqiqə pozdum, sinus x, düzdürmü? Sinus x 0,5 alarsa, mötərizəmizin içi 0 olar, 0-ın kvadratı 0, üzərinə də 7 əlavə etsək, 7. İfadənin ən kiçik qiyməti 7-dir. Artıq qiymətlərdən birini tapdıq. Sinusun yerinə mənfi 1 yazsam uşaqlar, mənfi 1 çıxaq 0,5-in kvadratı, üstə gəl 7. Mötərizənin içi olur mənfi 1,5. Kvadratı isə bizə verəcək, deməli, 2,25. 2,25 ilə 7-ni toplayırıq, 9,25 alırıq. Deməli, qiymət 9,25-dir ən böyük qiyməti. Bizdən qiymətlər çoxluğunu soruşur. 7 və 9,25 olan variant, deməli, 9-da olur C variantı. 9C. Keçid alaq. Növbəti sualımıza. Lövhəmizi təmizləyək. Baxaq. Deməli, baxırıq 10-cu suala. 10-cu sualda verilmiş funksiyanı gəlin vurub açaq uşaqlar. Necə vururam? Kosinusu bir dəfə bu kosinusa, bir dəfə də 4-ə vurmaq lazımdır. Kosinus x-i kosinus x-ə vurduq. Kosinus kvadrat x. Çıxılsın 4 kosinus x. İndi isə 2-ni vururuq. 2-ni bir dəfə kosinusa, bir dəfə 4-ə. Mənfi 2 kosinus x. Üstə gəl 8. Biraz sadələşdirək. Kosinus kvadratı x. Çıxılsın 6 kosinus x. Üstə gəl 8. Verilmiş funksiyanı sadələşdirdik. İndi isə gəlin tam kvadrata ayıraq. Tam kvadrata ayıranda kosinus kvadratı kosinusun kvadratıdır uşaqlar. Kosinusu nəyə vursaq 2 qatı bizə 6 verər. Təbii ki 3-ə. Özdə burada mənfi var deyə mənfi 3 yazıram. Uşaqlar, görürsünüz, bax, açılışda kosinus kvadratı, hasilinin 2 qatı 6 kosinus x eləyir. 3-ün kvadratı isə 9 eləyir. Əslində burada 8 yox, 9 yazılmış olmalıydı. Niyə 8 yazılıb? Çünki burada 1 çıxılıbdır. Yəni 3-ün kvadratı 9 eləyir, 1 də çıxanda həminki 8 qalır. İndi isə ifadəni sadələşdirmək üçün kosinusun yerinə bir dəfə 1 yazıram. Bir dəfə də mənfi 1 yazıram. Gəlin, indi həll edək. Deməli, 1 yazdıqda mənfi 2 kvadratı 4, 1 çıxırıq, olur 3. Mənfi 4 kvadratı 16, 1 çıxırıq, 15. Qiymətlər çoxluğumuz 3, 15 aralığındadır. 3, 15 olan variant burada olur Y variantı. Keçid alaq 11-ci suala. Aha.
İfadənin ən böyük qiymətini soruşur. Dediyimiz düsturla yazırıq uşaqlar. Kök altda a kvadrat üstə gəl b kvadrat düsturu ilə. Burada a 5-dir, b isə 5 kök altda 3-dür. Deməli 5-in kvadratı üstə gəl 5 kök altda 3-ün kvadratı. Gəlin hesablayaq. 5-in kvadratı 25, 5 kök altda 3-ün kvadratı edir bizə 75. Toplasaq kök altda 100 və 100-dən də 10 çıxar. Deməli, qiymətlər çoxluğumuz -10, -10 aralığında dəyişir. Bizdən ən böyük qiyməti soruşur. Ən böyük qiymətimiz isə 10 olur. 11-ci sualda cavab 10. Keçid alaq 12-ci sualımıza. Ümid edirəm, görə bilirsiniz. Maksimal dərəcədə yaxınlaşdırmağa çalışıram ki, sizlər yaxşı görəsiniz. Deməli, 12-də funksiyasının ən böyük və ən kiçik qiymətlərinin cəmini soruşur. Uşaqlar, sinus və kosinusun qiymətlər çoxluğu -1,1-dir. Ancaq kvadrat olduqda kvadrat mənfini almır deyə 0,1-dir. Verilmiş funksiyada, baxın bu sinus kvadrat, buradakı bu sinus kvadrat 3x-in yerinə bir dəfə 0 yazıb həll edəcəm. 3 çıxaq 2 vuraq 0. Bir dəfə isə 1 yazıb həll edəcəm. Yuxarıda 3, aşağıda isə 3 çıxılsın 2, 1 alıram. Funksiyanın ən böyük və ən kiçik qiymətlərinin cəmini soruşur məndən. 1 və 3-ü toplayırıq. Qiymətimiz olur 4. 12-ci sualda cavab olur 4. Ən böyük, ən kiçik qiymətləri tapdıq 1 və 3. Sonra isə cəmini soruşduğuna görə topladıq. Baxaq 13-ə. Biraz daha yaxınlaşdırmaq istəyirəm. Ümid edirəm, görürsünüz. Aha. Deməli, ifadəsinin ən kiçik qiymətini soruşur bizdən. Gəlin sadələşdirək. Deməli, necə sadələşdirək? İstəyirəm dərəcəni aşağı salma düsturundan yazım. Başqa bir yolda kosinus 2x-in açılışından yazmaq olar. Uşaqlar, düsturu buraya yazıram. Kosinus 2x-in belə bir açılış düsturu var. Kosinus kvadratı x çıxılsın sinus kvadratı x. Bu düsturu qəşəng-qəşəng əzbərləyirsiniz. Verilmiş ifadədə indi yerinə yazacağım. 3 kosinus kvadrat x-i yazıram. Çıxılsın. Artıq burada uşaqlar kosinus 2x yazmıram. Onun qiymətini yazıram. Baxın bu ifadəni yazıram. Kosinus kvadratı x. Sadəcə bu qarşıdakı mənfiyə görə buradakı mənfini əksinə dəyişəcəm. Müsbət sinus kvadratı x yazıram. Üstə gəl 4. Baxaq. 3 kosinus kvadratından 1 kosinus kvadratını çıxıram. Olur 2 kosinus kvadratı x. Üstə gəl. Uşaqlar, sinus kvadrat x-in yerinə 1 çıxaq kosinus kvadratı x yazmağa icazəniz var. 2 kosinus kvadratından 1 kosinus kvadratını çıxıram, qalır 1 kosinus kvadratı x. Müsbət 1 və müsbət 4 edir müsbət 5. Deməli, belə bir fayda aldıq. Kosinus kvadratı x üstə gəlinsin 5. İfadənin ən böyük qiymətini soruşur bizdən. Kosinus kvadratı funksiyasının ən böyük qiyməti 1-dir. 1 üstə gəl 5 bizə verir 6. 0-1 aralığında qiymətlər alır. Deməli, 14-də ən böyük soruşur, 13-də ən kiçik qiymətini soruşur. Ən kiçik qiymətini tapmaq üçün isə kosinusun yerinə 0 yazırıq. Çünki ən minimal 0 ala bilər, mənfi ala bilməz. 0 üstə gəl 5 olur 5. Ən kiçik qiymət 5-dir. Baxaq 14-də. 14-də ən böyük qiymətini soruşur. Deməli, gəlin sadələşdirək. 4 kosinus kvadratı x çıxılsın. Kosinus 2x-in yerinə bayaqki qayda ilə kosinus kvadratı x. Artıq bu dəfə üstə gəl sinus kvadratı x yazırıq uşaqlar. Çünki qarşıdakı mənfi təsir edir. Üstə gəl 5. Deməli, çıxırıq olur 3 kosinus kvadratı x. Sinus kvadratı x-in yerinə yazıram 1 çıxaq kosinus kvadratı x. Uşaqlar, 3 kosinusdan 1 kosinus çıxırıq, olur 2 kosinus kvadratı x. Müsbət 1 və müsbət 5 də bizə müsbət 6 verir. Kosinus kvadratı x-in ən böyük qiyməti 1-dir. Burada verilmiş ifadədə onun yerinə 1 yazırıq. 2 vuraq 1, üstə gəl 6, bərabər 8. 14-cü sualda cavabımız olur 8. Keçid alırıq 15-ə. Biraz belə qaldıraq, lövhəmizi təmizləyək. Aha, baxaq görək 15-də nə deyir. Deməli, belə bir ifadə verib bizə 2 sinus alfa, kosinus alfa. Vurulsun tangensi uşaqlar birbaşa sinus alfa, bölək kosinus alfa şəklində yazıram. Tangensin yerinə üstə gəl 1.
Burada biraz diqqətli olmaq lazımdır. Çünki kəsirlərdə ixtisar gedəndə trigonometriyada adətən problemlər yaranır. Əlavə problemlər çıxır ortaya. Kosinusları ixtisar eləyirəm. 2 sinusu sinusa vururuq. Olur 2 sinus kvadratı alfa üstəgəl 1. Amma hər şey bu qədər sadə deyil. Deməli, uşaqlar, kosinus məxrəcdə olduğuna görə biz kənarda mütləq kosinus alfaya 0 ola bilməz şərtini veririk. Çünki məxrəcdir, məxrəc 0 ola bilməz axı. Kosinus 0-ı, uşaqlar, sinusun 1 olduğu hissələrdə alır. Düzdürmü? Kosinus 0 olanda sinus 1 olmalıdır. Deməli, kosinus 0 ola bilmirsə, sinus da 1 ola bilməyəcəkdir. Yəni, sinusun qiymətlər çoxluğu adətən -1, 1-dir və alır 4 künc mötərizədir. Ancaq burada -1, 1 və almayacaq. Aydındır mı nəyə görə dedim? Çünki -1 olsa 0 olmuş, kosinusda 0 olmuş olar. Bu da məxrəci mənasız edər. Ona görə almayan mötərizə yazırıq. Bizdə isə sinusun özü deyil uşaqlar. Sinus kvadratıdır. Sinus kvadratı funksiyasının isə ən kiçik qiyməti 0-dır. Burada 0-ı almaq üçün heç bir problem yoxdur. Və ən böyük qiyməti 1-dir. Ancaq 1-i ala bilməz. Bax, 1-i bu şəkildə olmalıdır. Mötərizəsi almır. İndi gəlin qiymətləri yerinə yazaq. Deməli, sinus kvadratının yerinə 0, 1 yazıram. 2-ni mötərizənin içinə vururam. Yəni, bir dəfə 0-a vururam, bir dəfə 1-ə. 0-a vurduqda 0, 1-ə vurduqda olur elə 2. 2 dəfə 1-imiz 2. Üstəgəl 1. 1 gəlsə, 0-ın üstünə 1 gəlirəm, olur 1. 2-nin üstünə 1 gəlirəm, olur 3. 1 və 3 arasında. 1-i alır, 3-ü almır. Ala biləcəyi tam qiymətlərin cəmini soruşur. 1, 1 alır, 1 də 2. 3-ü isə almır uşaqlar. 1 üstəgəl 2. Ay Allah, bu nədir? Dairə düşür bura. Aha, 1 üstəgəl 2. Yenə dairə oldu. Bu niyə belə oldu, mən də bilmədim uşaqlar. 1 üstəgəl 2 bərabər 3. Nəysə, siz başa düşdünüz, orada 3 var. Bilmirəm, harasa yəqin ki, toxunmuşam, nədirsə. İkilərimin hamısı başqa şeylərə gedirlər. Bir dəqiqə. Aha, 1 üstəgəl 2. Yazaq. 1 üstəgəl 2 bərabərdir. Olur 3. Burada 3'ü almadığına görə biz 3'ü daxil etmirik uşaqlar. Deməli, 15-ci sualda cavabımız oldu 3. Qeyd eləyək. Keçək 17-ci sualımıza. Lövhəmizi təmizləyirəm. Bizdən 17-də ifadənin ən böyük qiymətini soruşur. Uşaqlar, yenə də a kvadrat üstəgəl b kvadratı düsturu ilə biz yazmalıyıq. Gəlin yazaq. 17-ci sual. Deməli, necə yazırıq? Görürsünüz uşaqlar, burada 17-də a-mız kökatda 5-dir, b-miz isə 2-dir. Əmsallar. Kökatda 5-in kvadratı üstəgəl 2-nin kvadratı. Kökatda 5-in kvadratı 5, 2-nin kvadratı 4, toplasaq edir 9 və cavab çıxır 3. Deməli, aralığımız -3, müsbət 3 aralığındadır. Bir dənə də uşaqlar, burada kənarda üstəgəl 5 var. Bu 5-i də mötərizənin içində hər birinə bir dəfə əlavə edirik. -3-ün üzərinə 5 gəlirəm 2, 3-ün üzərinə 5 gəlirəm 8, 2, 8. İfadəsinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin hasilini soruşur bizdən. 2 və 8-in hasilini tapırıq, olur 16. Aha. Keçid alaq digər suala. Bircə dəqiqə uşaqlar. 18-ci suala baxaq. Aha, 18-ci sualda ifadəsinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin hasilini soruşur bizdən. Gəlin öncə lövhəmizi təmizləyək. Deməli, uşaqlar, burada nəyə diqqət elədim? Siz fikir versəz, sinus və kosinusun argumentləri fərqlidir. Birində alfa, digərində isə beta yazılıbdır. Bu o deməkdir ki, biz burada ifadələrə yəni bir-birindən asılı olmadan qiymətlər verə bilərik. Məsələn, necə? Əvvəlcə hər ikisi alfa olsaydı, onu deyim ki, burada mütləq sadələşdirməyə getmək lazım idi. Ancaq argumentlər fərqli olduğuna görə, yəni birində alfa, digərində beta yazıldığına görə artıq burada deməli istədiyimiz qiyməti -1, 1 qiymətlərini verə bilərik. Baxın, ifadə belədir. 3 sinus üstü 5 alfa, bir də 4 kosinus üstü 6 beta. Düzdür? Ayrı-ayrı yazıb gəlin qiymətlərini tapaq. Sinusun üstü 5-ci dərəcə tək dərəcə olduğuna görə mən sinusun qiymətlərini -1 və 1 verəcəm.
Yəni sinusun yerinə bir dəfə -1, bir dəfə müsbət 1 yazıb həll eləyəcəm. Deməli, 3-ü -1-ə vurduqda -3, 3-ü müsbət 1-ə vurduqda isə müsbət 3 edir. Kosinus da isə 6-cı dərəcə olduğuna görə 6-cı dərəcə cüt dərəcədir. Cüt dərəcələrdə mənfi alınmadığına görə 0 və 1 vermək lazımdır. Kosinusun yerinə bir dəfə 0 yazıram. Yəni 4-ü vururam 0-a eləyir 0. Bir dəfə də 1 yazıram. 4-ü 1-ə vururam 4. İfadənin ən böyük, ən kiçik qiymətləri hal-hazırda bunlardır. Deməli, bu ifadələrin arasında üstə gəlmə işarəsi var. Baxın, görürsünüz burada. Deməli, mən bu ifadələrin qiymətlərini toplamalıyam. -3 və 0-ı toplayıram, -3. 3 və 4-ü toplayıram, edir 7. Və kənarda da bir dənə üstə gələk 5 var uşaqlar. Gəlin, üzərinə də 5 əlavə edək. -3-ün üzərinə 5 gəlirəm, olur deməli 2. 7-nin üzərinə 5 gəlirəm, 12. Bizdən də ala bildiyi ən böyük qiymətlə ən kiçik qiymətin hasilini soruşur. Yəni 2-ni 12-yə vururuq. Cavabımız olur 24. Cavab 24, 18-də. Bura qeyd eləyək. Keçid alaq 19-cu suala. Lövhəmizi təmizləyirəm. 19. 19-da isə 10 kosinus kvadrat alfa. Üstə gəl, 2 sinus kvadrat alfa yazılıb uşaqlar. Sinus kvadratının yerinə 1 çıxaq kosinus kvadrat alfa yazıram. Eyni dəyişənə gətirmək lazımdır ki, sadələşdirmək bizim üçün rahat olsun. 2-ni vurub açıram, 2 çıxaq 2 kosinus kvadrat alfa. 10 kosinus kvadratından 2-sini çıxıram, 8 kosinus kvadrat alfa. Üstə gəl 2. Bildiyiniz kimi kosinusun və sinusun qiymətlər çoxluğu -1,1-dir. Ancaq kvadrat olduqda 0,1 olur uşaqlar. 8-i 0-a vururam, olur 0. 8-i 1-ə vururam, 8. Üzərinə də 2 əlavə etsək, 0-ın üzərinə 2 gəlirəm, olur 2. 8-in üzərinə 2 gəldikdə 10. 2 və 10. İfadəsinin ən böyük qiymətini deyir, hesablayın. Ən böyük qiymətimiz də 10. Cavab 10. Deməli, 19-cu sualda cavabımız oldu 10. 20-ci sual eynisidir. Gəlin 21-ə baxaq. Aha. Görək 21-də nə deyir? 21-də kəsirdə bir ifadə verilib uşaqlar. Görürsünüz bu hissəni 3 sinus x üstə gəl 4 kosinus x. Baxın, bu bizim məşhur o a kvadrat üstə gəl b kvadrat düsturumuzdur. Bir neçə sualda ona aid işlədik. Burada a 3-dür, b isə 4-dür. Kök altda 3-ün kvadratı, üstə gəl 4-ün kvadratı. 9 və 16 25 edir, 25-dən 5 çıxır. Deməli, 15 bölək. Baxın, dairəyə aldığım hissənin yerinə bir dəfə yazıram -5, bir dəfə yazıram -5. Üstə gəl 7-si var. Gəlin toplayaq uşaqlar. Deməli, 15 yerində durur. -5-in üzərinə 7 gəlirəm, 2 olur. 5-in üzərinə 7 gəlirəm, 12 olur bu şəkildə. Funksiyasının ən böyük qiymətini tapın deyir. Ən böyük qiyməti tapmaq üçün funksiya, yəni məxrəc ən kiçik qiymətini almalıdır. Yəni ümumi qiymət ən böyük olmağı üçün məxrəc ən kiçik olmalıdır. Məxrəcin isə ən kiçik qiyməti budur, buradadır 2-dir uşaqlar. Yəni 15-i 2-yə bölürsünüz, cavab olur 7,5. 21-ci sualda cavab 7,5-dir. Eyni qaydada 22-ni özünüz işləyirsiniz. Çalışın, videonu dayandırın, işləyin, baxın uşaqlar. İlişdiyiniz yer olanda təkrar bir daha baxın, görün harada səhv edirsiniz. 23-ə baxaq. İfadəsinin ən böyük qiymətini soruşur. Gəlin sadələşdirək. Biraz yaxınlaşdırmaq istəyirəm. Aha, bu qədər yaxınlaşır. Deməli, 2 sinus kvadratı alfa üstə gəl 10 kosinus kvadratı alfanı gəlin sadələşdirək uşaqlar. Bunu yazıram 2 kosinus kvadrat alfa üstə gəl 8 kosinus kvadrat alfa. Düzdürmü? Onu bu şəkildə parçalamaq olar. Bunun da məqsədim nədir uşaqlar? 2 sinus kvadrat və 2 kosinus kvadrat alfadan 2-ni mötərizə xaricinə çıxartsam, sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa qalar. Və bu ifadənin də qiyməti 1 olduğuna görə 2 vur 1 edər 2. Yəni 2 üstə gəl 8 kosinus kvadrat alfa aldıq. Gəlin bu ifadəni də sadələşdirək. Hələ burada 6 sinus alfa kosinus alfa ifadəsi durur. Hələ onu sadələşdirməmişəm. O da burada nəzərinizdə olsun.
8 kosinus kvadrat alfadır, düzdür? Dərəcəni aşağı salma düsturunu tətbiq edirəm. Kosinus kvadrat alfanın yerinə, baxın bu ifadənin yerinə yazıram 1 üstəgəl kosinus 2 alfa. Üstəgəl uşaqlar 6 sinus alfa kosinus alfanı isə 2 qat yarım arqument düsturlarına görə 3 sinus 2 alfa yazmağa icazəmiz var. 2 və 8-i ixtisar edirəm. 2 üstəgəl 4-ü vurub açıram sürətə. 4 plus 4 kosinus 2 alfa. Üstəgəl 3 sinus 2 alfa. Uşaqlar, gördüyünüz bu hissə ki var, biraz öncə də yazdığımız a kvadrat üstəgəl b kvadrat ilə hesablanır. Bu tərəf olur 6, 2 və 4-ü toplayıram. Üstəgəl, bu hissə isə kök altda 4-ün kvadratı üstəgəl 3-ün kvadratı ilə hesablanır. Yəni kök altda 25 edir bizə 5. Mənfi 5, müsbət 5. Biraz öncə də buna uyğun yazdıq. 6-nın üzərinə mənfi 5 gəldikdə müsbət 1, 6 və 5-i topladıqda isə 11 edir. 1 və 11 ifadəsinin 23-cü sualda ən böyük qiymətini soruşur bizdən. Ən böyük qiymətimiz də olur 11. Burada da qeyd edeyim, keçək digər səhifəyə. 23-cü sualla bu səhifəni bitirdik. Keçirik növbəti səhifəyə. 24-cü sual eynisidir. Gəlin 25-ə baxaq. Lövhəmizi təmizləyirəm. Deməli, 25-də uşaqlar nə edək? Gəlin, burada ikinci mötərizə diqqətimi çəkir. 1 üstəgəl kotangens kvadrat alfa. Gəlin, həmin ifadəyə baxaq. 1 üstəgəl kotangens kvadrat alfanın yerinə biz əsas trigonometrik eyniliyə görə 1 bölünsün sinus kvadratı alfa yaza bilərik. Düzdürmü? 1 bölünsün sinus kvadratı alfa yazmaq mümkündür. Digər mötərizəni yanına yazıram. 2 çıxılsın kosinus kvadratı alfa. Çıxaq kosinus üstü 4 alfa. Bu ifadəni gəlin vurub açaq. Vurub açsaq nə alarıq? 2 böl sinus kvadratı alfa. Çıxaq kosinus kvadratı alfa bölünsün sinus kvadratı alfa alaram. Çıxılsın kosinus üstü 4 alfa bölünsün sinus kvadratı alfa alarıq. Aha. Məxrəcimiz eynidir. Sürətdəki ifadələrimiz arasında çıxma işarəsi yazmaq olar. Bu bizi başa qaytarar amma. Gəlin sadələşdirək. Deməli, burada uşaqlar məxrəcimiz eynidir. Sinus kvadrat alfadır. Həmin o sinus kvadrat alfanı məxrəcdə yazıram. Sürətləri isə olduğu kimi köçürdürəm. 2 çıxılsın kosinus kvadrat alfa çıxaq kosinus üstü 4 alfa şəklində. Düzdürmü? Baxın, burada bu ifadəni gəlin tam kvadrata ayıraq. Tam kvadratı da necə ayırıram uşaqlar? Yuxarıda sürətdəki bizim ifadəmiz, deməli, belə bir ifadə olur. Sinus kvadrat alfa burada durur. Yuxarı kosinus kvadrat alfa çıxılsın 0,5'in kvadratı və üstə gəl 1,75 olmalıdır. Bunu niyə belə yazdım? Açılışına baxın. Birincinin kvadratı bizə kosinus üstü 4 alfanı verir, var. Və kosinus kvadrat alfanı 0,5'ə vururuq. 2 qatını tapdıqda kosinus kvadrat alfa verir. 0,5'in kvadratı 0,25'dir. 1,75 ilə topladıqda isə həmin ki o 2-ni bizə verir. Mənfi müsbət hissələrinə baxaq. Deməli, burada mənfini mötərizə xaricinə atmış olsaydıq, mənfini qabağa atmaq lazımdır bizdə. Bəli, bu şəkildə doğrudur. Deməli, ifadənin qiymətində kosinus kvadratının yerinə biz 0 və 1 yaza bilərik, doğrudurmu? 0 yazdıqda ifadənin qiyməti kosinus kvadratının yerinə 0 yazıram. 0 çıxılsın 0,5'in kvadratı üstə gəl 1,75 alıram, düzdür? Burada eləyir 0,25 mənfinin kvadratı müsbət və 1,75 ilə toplayırsınız, olur 2. Bu da sizin ifadənizin olur ən kiçik qiyməti. 25-ci sualda cavab olur 2. Buradan qeyd eləyək. Keçid alaq. Neçənci suala? 26-cı suala. Buranı təmizləyirəm. Baxaq 26-ya. Aha.
26-da 10 kosinus kvadratı x-i yazaq uşaqlar. Çıxılsın. Deməli, burada 6 sinus x kosinus x yazılıb. Üstə gəl 2 sinus kvadratı x və üstə gəl 4. Burada bir neçə yolla yazmaq əslində mümkündür. Hamısını kosinus kvadratına gətirməklə də mümkündür. Və bir də müxtəsərlə yazmaqla da olar. Mən düşünürəm ki, gəlin kosinusa gətirməklə yazaq. Deməli, 10 kosinus kvadratı x-i yazıram. Çıxılsın. Burada yazıram 3 sinus 2x. Baxın, buranı 2 qat yarım arqument düsturlarına görə bağladım. Üstə gəl, 2 vurulsun sinus kvadratının yerinə 1 çıxaq kosinus kvadrat x yazıram. Üstə gəl 4 gözləyir. 10 kosinus kvadrat x çıxılsın 3 sinus 2x köçürdürəm bu hissəni. Üstə gəl 2-ni vurub açsam 2 çıxılsın 2 kosinus kvadratı x üstə gəl 4. Uşaqlar 10 kosinus kvadratından 2 kosinus kvadratını çıxsam 8 kosinus kvadratı x qalar. Çıxaq 3 sinus 2x və buradakı müsbət 2 ilə müsbət 4-ü toplasaq müsbət 6 edər. Kosinus kvadratı x-in dərəcəsini aşağı salıram. 8 vurulsun. 1 üstə gəl kosinus 2x bölə 2. Çıxaq 3 sinus 2x üstə gəl 6. 2 və 4-ü, 2 və 8-i ixtisar edirəm uşaqlar. Burada 4 qalır. 4-ü vurub açıram. 4 üstə gəl 4 kosinus 2x çıxılsın 3 sinus 2x. Üstə gəl 6. Baxın, məndə bu hissə a kvadrat üstə gəl b kvadrat düsturunu verir. Yəni 4-ün kvadratı 3-ün kvadratı. 4 və 6-nı toplasaq 10. Buradakı 4 və 6-dan söhbət gedir. Üstə gəl. Uşaqlar, ən böyük ən kiçik qiyməti -5 və müsbət 5-dir. 4-ün kvadratı 16, 3-ün kvadratı 9. Yəni 16 üstə gəl 9 edir 25. 25-dən də 5 çıxır. Bu da -5, müsbət 5 demək idi. Onun üzərinə bir dəfə -5 əlavə edirəm. Onun üzərinə -5 gəlirəm, edir müsbət 5. Buradan yazaq. Onun üzərinə 5 gəlirik, olur 15. Hərəsindən bir dəfə toplayıram. 5 və 15, deməli sualımızın nömrəsi 26-dır. Bizdən ən kiçik qiymətini soruşur. Ən kiçik qiymətimiz də olur 5. 26-da cavab olur 5. Keçid alaq 27-ci suala. Bir dəqiqə lövhəmizi təmizləyək. 27-də yenə də a kvadrat üstə gəl b kvadrat düsturundan istifadə etmək lazımdır. Deməli, uşaqlar 27-də bizim a-mız 5-dir. b-miz isə 12-dir. Kök altda 5-in kvadratı 25, 12-nin kvadratı 144 edir bizə 169. Yəni 13 çıxır. İfadənin ən böyük ən kiçik qiyməti -13 və müsbət 13-dür. Burada görürsünüz kökün altında bir dənə də çıxaq 4 var uşaqlar. Gəlin o çıxaq 4-ü də yazaq. -13 çıxaq 4 bizə verir -17. Müsbət 13 çıxaq 4 isə bizə verir 9-u. Və ifadə kökün altındadır. Kökün altındadırsa uşaqlar bu -17 olan hissə, yəni mənfi kökün altında ola bilməz. Doğrudurmu? Onda bizdə qalır sadəcə bu -17 olan hissəni atıram, qalır 0 və 9. Kökdən çıxartsaq, bu ifadə təsəvvür edin belə kökün altındadır. 0-dan 0 çıxır, 9-dan isə 3 çıxır. Hər ikisi daxildir. Qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını soruşur. 0, 1, 2 və 3. 4 ədəd, deməli bura ədəd daxildir. 27-də cavabımız olur 4. Keçid alırıq növbəti sualımıza. 28. Biraz yuxarı qaldıraq. Deməli 28-də y bərabər kök altda tangens x üstə gəl kotangens x funksiyaları verilib. Üstə gəl 7. Tangens x üstə gəl kotangens x-in qiymətlər çoxluğunu tapmaq üçün deməli belə bir qaydamız var idi. Əgər yadınıza gəlirsə, əvvəlki dərslərimizdə demişdik bu haqda. Koşi bərabərsizliyi demişdik. Deməli tangens x üstə gəl kotangens x-in qiymətlər çoxluğu 2-dən böyük bərabər olmalıdır.
Deməli, bu ifadənin yerinə 2 yazsam, 2 üstəgəl 7, kök altda 9 olar və 9-dan da 3 çıxar. Funksiyanın olur ən kiçik qiyməti 3. Keçid alaq 29-a. 29-da baxaq görək nə verir. Uyğunluqdur uşaqlar. Biraz daha yaxınlaşdıraq. Birinciyə baxıram. Lövhəmizi silək, elə baxaq. Deməli, görürsünüz, burada sinusun qiymətlər çoxluğu -1, 1-dir. Y bərabər 2 vurulsun. Burada gördüyümüz bu sinus ifadəsinin yerinə, uşaqlar, bir dəfə -1 yazıb həll etmək lazımdır. Bir dəfə -1. Kənarda da bir dənə çıxaq birimiz var. 2-ni -1-ə vursam -2, 2-ni -1-ə vursam -2. Bir də çıxsaq, uşaqlar, ən kiçik qiymətimiz -3 və 1 olar. Hərəsindən bir dəfə çıxıram. Ən kiçik qiyməti -3-dür, B variantı. 1B. Ən böyük qiyməti 1-dir, Y variantı. 1B, Y oldu. Gəlin ikinciyə baxaq. 3 çıxılsın. Kosinusun yerinə bir dəfə yazıram -1, bir dəfə də -1. 3-dən çıxanda -1-i, uşaqlar, 4 edir. 3-dən 1 çıxanda isə 2 edir. Birinci kiçiyi, sonra böyüyü yazıram. 2 və 4. Ən kiçik qiyməti 2-dir, D variantı. D. Ən böyük qiyməti 4-dür, A bəndi. A və D variantları oldu burada. Üçüncüyə baxırıq. Kosinus kvadratının yerinə 0 və 1 yazıram, uşaqlar, çünki o kvadratdır. Üstəgəl 3. 2-ni 0-a vursam, edir 0. 2-ni 1-ə vururam, olur 2. Hərəsinə bir dəfə vurub açıram. Üstəgəl 3. Deməli, 0-ın üzərinə 3 gəldikdə 3, 2 və 3-ü toplayırıq, 5. 3 və 5. Ən böyük qiyməti 5-dir, C variantı. 3 olan variantda yoxdur. Deməli, 29-da 1BY, 2AD, 3 isə oldu C. 30-cu sual eynisidir. 31-də ən böyük, ən kiçik qiymətlərinin cəmi ilə bağlı baxır. Gəlin 31-ci suala baxaq. Deməli, 3 kosinus x üstəgəl 4. 3 vurulsun, kosinusun yerinə -1, 1 yazıram. Üstəgəl 4. 3-ü -1-ə vursam, -3. 3-ü -1-ə vursam, -3. 4-ü əlavə edirəm, uşaqlar, hər birinin üzərinə gəlirəm. -3-ün üzərinə 4 gəlirəm, 1. 3-ün üzərinə 4 gəlirəm, 7. Deməli, ən kiçik qiymətim 1, ən böyük qiymətim isə 7-dir. Toplasam 8 edər, uşaqlar, görürsünüz, A bəndində. 1 oldu, A. A bəndi. Daha sonra bunların çıxılsam, əgər 7 çıxılıq 1 tapsam, 6 edər, o da variantlarda yoxdur. Keçid alaq ikincisinə. 5 vurulsun, sinus kvadratının ən böyük, ən kiçik qiyməti deməli olur, bircə dəqiqə, sinus kvadratdır. Kvadratda mənfi olmuş 0, 1. Çıxaq 3. 5-i bir dəfə 0-a vururam 0, 5-i 1-ə vururam 5. 3 çıxıram, uşaqlar. 0-dan 3 çıxsam -3, 5-dən 3 çıxsam 2. -3 və 2-dir. Cəmləri -5 edər, variantlarda yoxdur. Cəmləri -5 edər dedim, eləmi? Cəmləri -1 edər, uşaqlar. -3 və 2-ni toplasaq, -1 edər. -1 isə C variantındadır. 2 olur C. Çıxsaq isə 5 olar, o da variantlarda yoxdur. Gəlin üçüncüyə baxaq. Bu hissəni silim. Biraz yerimiz olsun. Baxaq, 7 sinus kubu x üstəgəl 2. Uşaqlar, tək dərəcədə biz bir dəfə yenə də -1, bir dəfə -1 yaza bilərik. Sadəcə kvadratda 0,1 yazırıq. 7-ni -1-ə vurduqda -7, 7-ni -1-ə vurduqda -7, üstəgəl 2. -7-nin üzərinə 2 gəlirəm, -5, -7-nin üzərinə 2 gəlirəm, 9. -5 və 9. Deməli, fərqi uşaqlar 14 edir, D variantı uyğundur. Cəmləri -4 edir və B variantı uyğundur. -5 və 9-un cəmi -4-dür. Fərqi isə 14-dür. 9 çıxılsın -5. Bu da olur B-D. Deməli, 31-də 1A, 2C, 3B-D. Keçid alaq digər tərəfə. 32 eynisidir. Gəlin ətraflı tapşırıqlarımıza baxaq 33-dən etibarən. Lövhəmizi təmizləyək. Deməli, 4 sinus x yazıram. Üstəgəl 3 kosinus x
Uşaqlar, tangens x-in artıq burada açılışını yazıram. Sinus x bölünsün kosinus x. Kosinus x-lərimizi ixtisar aparıram. Qalır əlimdə 4 sinus x, üstəgəl 3, bu tərəfdə də yenə sinus x. Toplasaq 7 sinus x alarıq. Düzdürmü uşaqlar? Aha, indi gəlin baxaq. Biz danışdıq ki, kosinus məxrəcdədir. Məxrəcdədirsə, kosinus x funksiyası 0-ı ala bilməz. Kosinusun 0 olduğu yerlərdə sinus 1 ola bilmir. Daha doğrusu kosinus 0 olanda sinus da 1 olmalıdır əslində. Əgər kosinus 0 ola bilmirsə, onda sinus da 1 ola bilməyəcək. Yəni sinusda -1, 1 qiymətlərini baxın bu şəkildə alacaqdır. Yəni burada əslində normalda parça şəklində olmalıdır. Düzdür uşaqlar? Ancaq indi kosinusumuz 0 ala bilmədiyinə görə sinusda -1 və 1-i ala bilmir və mötərizəsi açıq şəkildə olacaq. 7 vurulsun sinus x ifadəsinin yerinə -1, 1 yazıram. 7-ni -1-ə vururam, -7, müsbət 1-ə vururam, müsbət 7 olur. -7, 7 aralığında qiymətləri alır. Ancaq -7 və 7-nin özünü almır uşaqlar. Ən böyük tam qiymətini soruşur. 7-ni ala bilmədiyinə görə ən böyük qiyməti 33-də olur 6. 33-cü sualımızın cavabı 6-dır. Keçid alaq, 34 eynisidir. 35-ci sualımıza baxaq. Deməli, 35-də yadınızdadırsa biz koşi bərabərsliyi demişdik. Koşini yaddan çıxartmaq olmaz. Tangens x, kotangens x funksiyalarında. Deməli, tangens alfa, üstəgəl kotangens alfa uşaqlar. 35-ci sual. Cəmi böyük olmalıdır 2-dən. Niyə 2-dən? Çünki tangens və kotangensin hasili bizə 1 verir. Əslində düstura görə. Deməli, tangens və kotangensin də qiymətləri oldu 2-dən böyük. Düzdürmü? Sürətdəki ifadədir bu. Biz indi məxrəcinə də baxaq. Deməli, məxrəc 5-dir, sürət isə 2-dir. Və uşaqlar, burada -90-0 aralığında verilibdir bizə bucaq. Deməli, biz 2-ni mənfi şəkildə yazırıq və qiymətimiz olur. Açıq sualdır, -0,4. 35, cavabımız -0,4. 36 eynisidir. Keçid alaq. Ancaq 36-da cavabımız müsbət olacaqdır uşaqlar. Yazaq onu da. 36-da deməli sürət 2-dir. Məxrəc 10, yəni 10-da 2. Niyə müsbətdir? 0 müsbət 90 arasındadır. Cavabınız olur 0,2. Keçid alaq 37-yə. Orada bucağa baxdıq. Mənfisi müsbəti oradan yarandı. 37. Deməli, sinus pi üstəgərək alfa verilibdir. Çevirmə düsturlarından siz yaxşı bilməlisiniz ki, artıq 180 dərəcədə ad dəyişmir, sinus alfa olaraq qalır. Sadəcə uşaqlar, pi baxın burada bir yerdədir, 180 dərəcə. Üzərinə alfa gələndə düşür 3-cü rübə. Sinus isə, sinus bucağı, sinus aşağı rüblərdə həmişə mənfi verir. Deməli, qabağına bir dənə mənfi yazmaq lazımdır. Üstəgəl, bu hissəni artıq silirəm. Kosinus 3pi/2 üstəgəl alfa. Kosinus 270 dərəcədə adını dəyişir və olur sinus alfa. Kosinusa baxaq. 3pi/2, yəni 270 dərəcə bu hissədir. Üzərinə bir alfa bucağı gələndə düşür 4-cü rübə. Kosinus isə sağ tərəflərdə müsbətdir deyə artıq bura hər hansı bir mənfi işarəsi atmağa ehtiyac yoxdur. Üstəgəl 6 sinus kubu alfa, üstəgəl 1. Açıq aydın görünür ki, uşaqlar, sinuslarımız islah gedir. Əlimizdə qalır sadəcə 6 sinus kubu alfa, üstəgəl 1. İndi isə nə edirik uşaqlar? Biz sinus ifadəsinin ən böyük və ən kiçik qiymətlərinin bizdən cəmini soruşur. Sinusun yerinə bir dəfə -1 yazırıq. Bir dəfə isə müsbət 1 yazırıq. Bu qrafikimizi silək. Sinusun yerinə -1 yazıram. 6 vuraq. -1, üstəgəl 1. Bir dəfə də müsbət 1 yazıram. Deməli, -6 üstəgəl 1, uşaqlar, bu hissə olur -5. Burada isə 6 üstəgəl 1 olur 7. -5 və 7 ən böyük və ən kiçik qiymətlərin cəmini soruşur. Yəni, -5 ilə 7-ni toplayırıq. Cavab olur 2. 37-ci sualda cavabımız oldu 2. Burada qeyd edək. 38 sonuncu sualda. Gəlin sonuncu sualı da yazaq. Sonuncu sualımız qalmasın. Və tamamlayaq bölməmizi.
Gəlin baxaq. 38. Deməli, sinus pi çıxılsın alfa yazılıbdır. Sinus 180 dərəcədə adını dəyişmir. Sinus alfa olaraq qalır. Sadəcə pi buradadır. 180 dərəcədir. Alfa çıxanda düşür ikinci rübə. Sinus yuxarı rüblərdə müsbətdir. Qarşısına mənfi atmırıq. Üstə gəl. Kosinus, bunu silirəm. Kosinus, uşaqlar, 3 pi bölü 2 çıxaq alfa. 270 dərəcədə kosinus adını dəyişir, sinus alfa olur. Gəlin baxaq. 270 bu hissədədir. Alfa bucağını çıxanda düşür 3-cü rübə uşaqlar. Burada. Kosinus 3-cü rübdə qiyməti mənfidir. Yəni, baxın, burada sinus alfa mənfisindən gəlir qarşıya. Mənfi sinus alfadır. Qalan hissəni köçürdək. Üstə gəl 4 sinus kubu alfa, üstə gəl 2. Qrafik artıq silirəm. Uşaqlar, sinus alfalar islah gedir. Əlimizdə qalır 4 sinus kubu alfa üstə gəl 2. Sinusun yerinə bir dəfə mənfi 1 yazıram. Bir dəfə müsbət 1 yazıram. Mənfi 1 yazdıqda mənfi 4 üstə gəl 2, yəni mənfi 2 alıram. Müsbət 1 yazdıqda isə cavabımız olur 6. Bizdən isə ən böyük və ən kiçik qiymətlərin cəmini soruşur. Yəni, mənfi 2-nin üzərinə 6 əlavə edirik. Cavabımız olur 4. 38 sonuncu sualda da cavabımız 4 oldu. Deməli, bununla da bölməmizi yekunlaşdırdıq. Trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətləri bölməsini yekunlaşdırdıq. Kifayət qədər asan bölmə idi. Hətta onu deyim ki, sinus x və kosinus x bölməsindəki suallarla demək olar ki, bilə-bir eyni suallar var idi. Ümid edirəm ki, başa düşdünüz. Sizlər də ümid edirəm ki, bəyəndiniz. Bundan sonraki bölməmiz tərs trigonometrik funksiyalar olacaq. Növbəti bölmədə görüşmək ümidi ilə sağ olun, salamat qalın.